müəzzəm Qədir gecələri məclislərimizi dünyamıza və axirətimizə çox gözəl bir əməl kimi uca Allah yazsın və bu günlər axirətdə bizə nurlu günlər yaşatsın inşallah əziz möminlər. Bilirsiniz, amma ilk gün olduğu üçün düşünürəm, özümə də sizə də xatırlatma etməyimiz faydalı olmuş olar. Qədir gecəsi nə deməkdir? Qədir gecəsində insan niyə cəm olur? Nə üçün oyaq qalır? Bu gecənin insanın əqidə və əxlaqında olan təsirləri nədən ibarətdir? Və yaxud biz Qədir gecəsini necə anlamalıyıq? Özünə məxsus hansı xüsusiyyətləri var, özəllikləri var və s. Ki bunu bir balaca birinci məclisdə özümüzə xatırladaq. Çünki Quran deyir, yada sal, xatırlat, təkrar et. Bu işdə möminlər üçün fayda var. Biz belə bir varlığıq. Bəzən yox, demək olar çox vaxtı təkrar olunmağa ehtiyacımız var. Çünki unuduruq. Hadisələr baş verir, beynimiz qarışır, fikirlərimiz qarışır və unuda bilirik tez-tez. Onun üçün mühüm məsələləri də tez-tez təkrar eləmək özü bir faydadır. Əd-dərsu hərfun və tikraru əlfun deyiblər. İnsan dərsi bir dəfə oxuyur, amma onu anlamaq üçün 1000 dəfə təkrar edir ki, həmin o dərsi yaxşı anlamış olsun. Qədir gecəsi müqəddəratın təyin olunduğu bir gecədir. İnsanın həm ruzisində, həm ömrünün keyfiyyətində, həm bəlalardan uzaq olub olmamasında bir çox insanı əhatə edən zəruri məsələlərin müqəddəratının təyin olunduğu bir gecədir Qədir gecəsi. Ayəmizdə bu mövzu keçir, mötəbər hədislərimizdə də Qədir gecəsinin mənasını Allahın nur höccətləri bizə belə başa salırlar. Bir ildən o biri ilə qədər səni əhatə eləyən ömür və onun içindəki həyatın necəliyi bu gecədən təyin olunur. Bu gecə bir qəribəlik əsasında, bir ilahi qüvvə əsasında, bir necə deyim, onu sizə göstərə bilməsəm də, amma varlığı da inkar olunmaz bir həqiqət əsasında bütün bəndələrin əməlləri qeyd olunur. Yəni təqdiratı müəyyənləşir. Öncə Allahdan özümə və sizlərə birinci növbədə bu gecələrdə günahlarımızın əfv olunmasını arzu eləyirəm. Allah birinci bunu bizə ehsan eləsin ki, bu günah deyilən bir xəstəlik və mərəz bir çox şeylərin bizə gəlib çatmasına və bir çox günahların, bir çox xətaların bizdən uzaqlaşmasına günah ayrıca bir maneə törədir. İmkan vermir günah bir çox şeyləri. Onun üçün birinci növbədə günah yükündən azad olmaq lazımdır. Bu məqamda günahlarımızın əffinə gözəl bir salavat deyək. Allahümmə salli ala Muhammed. Bəli, birinci bu cəhətdən Qədir gecəsi çox müəzzəm bir gecədir. İnsan düşünsə ki, başına gələn hər şey özündən asılıdır və bu gecə o yazılacaq sənin ömür səhifənə və sən diqqət eləməlisən bugünə qədər nələr eləmisən, keçən ildən bugünə qədər nələrlə məşğul olmusan, nələri özün də yaxşı mənada qazana bilmisən, hansı günah və yaxud xoşa gəlməyən xasiyyətini doğrudan tərk eləyə bilmisən. Bax, bunlardır sözlər, mövzular, bəhslər, dəyərlərin hamısı bunlardır, əziz dostlar, əziz möminlər. Sadə vaxt keçirtmək deyil ki, özün özünü imtihan eləməkdir, özün özünü bir yaxşı mənada hesab kitab eləməkdir Qədir gecəsi. Bu baxımdan bu gecə çox müəzzəm gecədir. Çox müəzzəm gecədir. İnsan diqqət eləyir, yəni hər şey sənə qaydacaq bir gecədir. Nə qədər ixlasla, nə qədər səmimiyyətlə dualar olunmalıdır, nə qədər insan təmiz bu gecəyə daxil olmalıdır. Təkcə bədənə qüsul verildiyi
kifayət eləmir. O da ibadətlər sırasına daxildir bu gecə üçün. Amma əsas ruhun təmiz olmasıdır və ruhun paklaşmasıdır. Bunu özümüz üçün istəyək inşallah. Başqa bir cəhət ki, bu gecəni müəzzəm bir gecə eləyir və digər gecələrdən üstün edir. Biri də Quranın nazil olduğu bir gecədir. Onun üçün birazdan o mübarək ayələri ən şah üzvümüz olan başımıza, ən şah üzvümüzə üzərinə qoyub Allaha çağıracağıq höccətlərinin vasitəçiliyi ilə, onlara təvəssüllə. Çünki onlar Allahın yanında hamımızdan, bütün bəşərdən üstün dəyərdədir. Allah onların nurunu başımızın üstündən əski eləməsin inşallah. Bir də bu cəhətdən ki, Qədir gecəsi müəzzəm bir gecədir, Quran nazil olub. Quran nazil olub demişkən, 6 gün içərisində elə sizlə bölüşəcəyim mühazirəm, mövzum da bu olacaq. Qurana yanaşmaq keyfiyyəti. Belə bir başlıq qoysaq özümüzdən xəta eləmərik. Bəli, Qurana necə yanaşmalıyıq? Quran nazil olan dəyərdir, biz onu necə tanımalıyıq? Qurana nisbətdə əqidəmiz, əxlaqımız, davranışımız necə olmalıdır? Bax, bu 6 gün ərzində sırf bu məsələləri elə ayələrin və mübarək hədislərin işığında görməyə çalışacağıq. Bu da bizim bu gecəni yaşamağımızın əhəmiyyətinə kömək eləyən bir mövzu olacaq. Allah bizi Quran və Əhl-i Beytin nurundan ayırmasın. Bu məqamda gözəl bir salavat deyək. Allah. Ərz olsun mübarək hüzurunuza, hörmətli möminlər, ki, bu gecəni müəzzəm edən cəhətlərdən biri təqdiratın yazılması, biri Quranın nazil olmasıdır ki, hər ikisi insanın, xüsusən inancılı, bizim kimi inancılı insanların həyatında mühüm rol oynuyor. Hər ikisi. Təqdirata biz mütləq şəkildə inanırıq. Çünki biz ölümdən sonra həyatın varlığını mütləq şəkildə, yəqin bir tərzdə inanırıq. Bəli, insan ölümdən sonra yaşayır. Onun üçün insanın etdiyi bütün əməllər boş-boşuna havalara getmir. Bir yanda yazılır, bir yanda qeyd olunur, bir yanda saxlanılır ki, sonradan o insanın özünə qaytarılacaq yaxşıları, pisləri, savabları, günahları. Bizə belə deyib Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm. Bizə belə deyib 12 məsum imamımız aleyhimussalam əcməin. Həyat budur. Bizə həyata ciddi baxmağı öyrədiblər. Bizə həyata oyuncaq olmadığını öyrədiblər. Bizə ömürlə zarafat etmək olmaz deyiblər. Amma təəssüf ki, bugünkü dünyamızın insanları bu həqiqətlərdən çox dərin qəflətdədirlər. Çox dərin. Onlar üçün çox ağır olacaq. Allah hamımızı hidayət eləsin, nə deyək. Amma bir insanın həqiqətdən qəflətdə olması həqiqətin həqiqətliyini dəyişmir ki, həqiqət olaraq o yerində qalıb. Mən qəflət etmişəm. O qəflət mənim xətamdır. Əziz möminlər, bir bu cəhətdən və Quranımızı da inşallah ədəblə qarşılamağa çalışacağıq. Və Qədir gecəsində sizə demək istədiyim, deyə bilərəm bəlkə də zamanla unudulmağa çalışan tərəflərdən budur. Yaxud gedişat belə göstərir ki, Qədir gecəsində baş vermiş daha bir özəllik çox da deyilməsin, çox da danışılmasın. Həmin özəllik bütün müsəlman dünyasının, bütün inanclı qadın və kişilərin, yaşlıların, cavanların, kim olur olsun, bütün inanclı, yəni Allaha inanan, qiyamətə inanan, Peyğəmbərin dediklərinə inanan, onun bizə təqdim etdiyi gözəl o məktəbə, gözəl yola iman gətirən bütün inanclı insanların məsum imam deyə itaət etməsi gərəkən Mövlamız, şahımız, ağamız Əmirül Müminin aleyhisselamın bu gecələrdə zərbə aldığı, sonra şəhid olduğu gecələridir. Bu cəhətdən də Qədir gecəsi bir müəzzəmdir. Yəni əslində bir matəmdir.
Əslində bu gecənin canında bir əzadarlıq var. Ən böyük birini itirdiyimiz üçün. Ən dəyərli birini, Peyğəmbərin canı dediyi, təsəvvür edirsiniz, nə deməkdir? Peyğəmbər buyurur ki, mənim canımdır, nəfsimdir, nəfsim. Yəni, nəfs nə deməkdir? Siz kimə desən ki, çıxart içindəkini göstər, ona qabiliyyəti çatmaz. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm deyir, əgər mənim də içimi görmək istəyirsinizsə, Əli ibn Əbi Talib o mənim nəfsimdir, mənəm. Mənim içimdir, qərarı mənim qərarımdır, elmi mənim elmimdir, sözündəki olan kəskinliyim mənim kəskinliyimdir, ədalətim mənim ədalətimdir, ona qulaq asarsınız, hidayət taparsınız, ondan qabağa keçərsiniz, zəlalətdə olarsınız, ondan arxada qalarsınız, zəlalətdə olarsınız, o sizin, o bütün bəşərin məsum imamıdır, onun bilgisini Allah mayasında veribdir, o dərs oxumaqla bir şeyi bilməz, onu Allah hələs mənim nurumu xəlq edəndə Adəmdən qabaq, onun da nurunu mənim nurumdan paralel olaraq xəlq edibdir. Onun üçün onun imamət və vilayəti bəşərin hidayət nümunəsidir və sair və ilaxir. Bax, bu əzəmətin zalim, dinsiz, imansızların əlində öldürülərək, zərbətlənərək, zəhərli qılıncla vurularaq şəhadətə çatdığı günlərdir eyni zamanda. Qədir gecəsinin bax bu xüsusiyyəti mühüm və ciddi bir şəkildə müdafiə olunmalıdır. Bəzi insanlar elə bilir ki, Qədir gecəsi yəni bayramdır da, gedək biraz musiqilər dinləyək, biraz başqa cür abu-həva yaşayaq. Qədir gecəsində ümumiyyətlə belə bir xüsusiyyət yoxdur. Qədir gecəsində dualar xüsusiyyəti var, Qədir gecəsində tövbə var, əhya saxlamaq var, qüsl, tamamilə paklaşmaq xüsusiyyətləri var. Amma elə bayram, toy bayram deyə bir şey yoxdur. Üstə də zaman gəldi, möminlərin imamını bu gecələrdə qıydılar, öldürdülər, şəhid elədilər. Bunu bir insan duymalıdır, hiss etməli. Sizcə bugün Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm bu qədər tərif etdiyi, bu qədər canı dildən sevib və sevdirdiyi birinin zülmlə şəhid olduğu bir gündə hansı bir halda olar? Bunu bir təsəvvür edib mənə deyə bilərsiniz? Nə edər? Bayram mı edər? Toy bayram əhvalında olar, yoxsa qəmdə olar, qüssədə olar, kədərdə olar ki, bugün ən böyük olanı şəhid eləyiblər. Yəni bu günlər içində 19-cu gecədə zərbə vurulur, 21-ci gecədə Mövlamız bu fani dünyadan gözünü yumur, canı xilas olur, belə deyim də bu 200'lü, 2 dilli münafiq insanlardan şəhadətlə köçür bu dünyadan və 23-cü Qədir gecəsi də, yəni Ramazan ayı 23-cü gecəsi də yenə də elə şəhadətin 3 günlüyünün içində olan bir gecədir. Hardan baxsaq bu 3 gecəyə, bu 6 gecəyə tərkibində bir şəhadət var. Bunu da xüsusi qeyd eləmək istəyirəm və Mövla Əmirül Müminin əleyhissalamın şəhadətidir. İrəliləyən dəqiqələrdə də Mövlamıza təvəssüllərimiz olacaq, amma istədim ki, öncə bu gecəni bir balaca beynimizdə yenidən təzələmiş olaq. Nələr olacaq, nə gecəsidir, niyə oturmuşuq biz burada, niyə bu 6 gün sərasər biz gecələr cəm olacaq, bu cür dualar edəcəyik. İnşallah bunların hamısını bilmiş olaq və ədəbimizlə, əxlaqımızla, dürüst əqidəmizlə, dürüst vicdanımızla inşallah bu gecəyə hər cəhətdən layiq olmaq arzusuyla, niyyəti ilə, səmmiyyəti ilə Peyğəmbər və Ali Peyğəmbərə gözəl, nurani salavat zikr elə. Allahümmə salli Daha sonra hüzurunuza çatdırmaq istədiyim Qədir gecəsi ilə bağlı əməllərlə bağlı qısa bir məlumat verim. Bilirsiniz, amma yenə də təkrar eləməkdə faydamız var. Əsasən bu gecənin 2 rəkət
gecənin namazları var. Hər Qədir gecəsinin bu 6 gün içində hər gecə də qıla bilərsiniz, müstəhəbdir. Hər rəkətdə 7 dəfə Qul Huvallah surəsi oxuyacağıq və namaz bitəndən sonra dərhal danışmadan, sağa sola çönmədən səcdəyə gedib 70 dəfə Əstəğfirullahə və ətubu iləyh. Axırında hı var, iləyh. Bu cür deyəcəyik. Əstəğfirullahə və ətubu iləyh. Bilirsiniz, Allah hamınızdan ali dərəcədə qəbul eləsin. Qədir gecələrinin qüslu var. Ən yaxşı vaxtı şam azanına az qalmış vaxtlarda ala bilərsiniz. İmkanı olan insanlar, olmayan insanlar şam azanından sonra da və yaxud bura gəlməmişdən öncə də yaxın vaxtlarda ala bilərlər. Ondan sonra bu gecə Qədir gecələrində Əmirül Müminin əleyhissalamın qatilinə 100 dəfə, yəni bir təsbih, lənət oxuma var. Bilirsiniz ki, mömin rəhmətin də yerini bilməlidir, lənətin də yerini bilməlidir. Çünki ikisi də inancından gəlir. Yəni təvəlla və təbərra. Allahın dostuna dost olmaq, düşməninə düşmən olmaq. Bu insanın fitrətinin tələb elədiyi qanundur. Allah bunu qeyri-adi bizə yollamayıb. Bütün insan fitrətində belədir. Dostuna dostdur, düşməninə düşməndir. Heç vaxt normal insan düşmənə dost, dosta da düşmən olmaz. Əgər biz Mövla Əli əleyhissalamın, Peyğəmbərin ümmətə vacib olaraq təyin etdiyi bir imam gözündə bilirik, qəbul ediriksə, təbii ki, onu öldürən, onu qətlə yetirən o dinsiz Allah düşmənidir. Burada zərrə şübhə yoxdur. Və Allah düşməninə lənət oxumağı bacarmaq insanın Allaha olan imanının göstəricilərindən biridir. Onun üçün bu lənət bu gecənin əməlləri sırasındadır. Onun üçün belədir. Və bu zikri də kitablarda qeyd olunub, ərəbcə deyə bilənlər ərəbcə, deyə bilməsə də ən azından öz dilində də deyə bilərlər. Ondan sonra 100 dəfə istiğfar eləmək, ayrıca istiğfar eləmək bəyənilir. Gecə boyunca dualar var, mücür duası, Kumeyl duası, İmam Hüseyn əleyhissalamın bu gecədə ziyarətnaməsi və sair ki, dua kitablarında bunlar hamısı var. Mən bir-bir sizə bunu deyib, daha çox yormaq istəmirəm. Allah Teala bütün əməllərimizlə, bütün niyyətlərimizlə bu gecəmizi ali dərəcədə qəbul eləsin niyyətinə daha bir gözəl salavat deyək. Allahümmə salli əla Muhammed və ali Muhammed. Belə, əziz möminlər, inşallah biraz da söhbət edəcəyik. Ondan sonra düşünürəm ki, fasilə verərik biraz, yarım saat 40 dəqiqə civarında və sonra bərabər Əhl-i Beytə olan o təvəssül duası ilə, yəni Quranı başımızın üstünə qoyma duası ilə da davam etmiş olacağıq. Mövzumuz Quranla bağlı olacaq. Müqəddəs kitabımız və bu gecə insanların hidayəti üçün nazil olan o ilahi qanunlar məcmuəsini qarşılamağımız hər biri bizim içimizdə olan düzgün yanaşmamızdan asılıdır. Biz ilahidən insanların hidayəti üçün nazil olmuş bu Qurana hansı əqidədə yanaşırıq? Bax, bu çox önəmli bir məsələdir. İnsanın əqidəsinə və yanaşmasına görə bu kitab necə olmalıdır? Yəni bunu insan götürüb oxuyanda, bunu təhlil edəndə, özü üçün nümunə götürəndə və sair necə bir ədəbdə, necə bir əqidədə, necə bir əxlaqda, hansı səviyyədə olmalıdır? Bunları çalışacağıq ki, bu günlər ərzində müzakirə eləyək. Çünki, hörmətli möminlər, dövrümüzdə, hər dövrdə olduğu kimi problemlər çox olub, əqidədə ixtilaflar çox olub. Bizim də dövr bundan xali deyil və inanclı bir insan gərəkdir ki, öz inanc dəyərlərini möhkəm səviyyədə bilmiş olsun. Axır zamanda baş verən bir çox din tərkibində olan problemlərdən biri də insanların Quranı öz başına oxuyub qərar verməsi kimi bir xoşagəlməz məqamlar var. Bu da nəticədə bizi fərqli fikirlərə düşməyə gətirib çıxardacaq. Necə ki, çıxardıb da.
Bunlardan sığortalanmağımız üçün, bunları yaxşı bilməyimiz üçün, Quran necə bir kitabdır anlamağımız üçün incə və zərif məqamlara bərabər toxunmaq lazımdır. Davam eləyək mübarək ayələrimizlə təbərrükən Əhzab surəsinin 45 və 46-cı ayələri ilə davam eləyirəm. Bismillahirrahmanirrahim. Ya eyyuhən nebiyyü sallallahu aleyhi və aleyhi və səlləm. İnna ərsəlnəkə şahidən və mübəşşirən və nəzira. Ey Peyğəmbər, Allah buyurur, biz səni insanlar üçün mübəşşir, şahid və cəhənnəmdən qorxudan olaraq yolladıq. Yəni biz səni insanların içinə yolladıq ki, insanlara cənnətlə müjdəliyəsən, cəhənnəmlə qorxudasan onlara. Allah Peyğəmbərin içimizdə seçdiyi missiyasının birini bu cür ifadə edir. Deyir, mənim səni seçib onların içində qərar verməyim üçün sənə əmr edirəm ki, bunu onlara de. Yəni Allah bizə deyir ki, xilqətinizin sonunda gedəcəyiniz yer iki yerdən biridir. Ya cənnətdir, ya Allah özümüzdən və əcdadımızdan və zürriyyətimizdən uzaq eləsin, cəhənnəmdir. Elə deyilmi? Səni də göndərdik ki, get bunları insanlara çatdır. De ki, insanlar, bəzi işləriniz, insanların bəzi əməlləri cəhənnəmə getməyə səbəb olar, bəzi əməllər cənnətə qazanmağa səbəb olar. Başlayır onları bir əməllərdə insanlara başa salmağa. Və daiyən iləllahi biiznih. Sən bu cür insanlar içində həm cənnətə müjdə verən, həm cəhənnəmdən qorxudan olaraq Allahın sənə verdiyi izin və icazə qədər Allah yoluna çağırasan deyə, Allah yoluna dəvət edəsən deyə biz səni insanların içinə yolladıq. Və siracən munira. Və sən insanların içində nur saçan bir çıraqsan, ey Peyğəmbər. Əslində Peyğəmbərin bu işləri bizim içimizdən nuraniyyətin təməlidir. Doğrudan belədir. Yəni insan cəhənnəmə gedən yolu, cənnətə aparan işləri bilməzsə, elə insanın yaşadığı gün zülmətdir. Zülmət odur da bəs. Bilmirsən hara gedirsən, bilmirsən necə yaşayırsan, bilmirsən nə eləməlisən. Bax, bu bilmirsəni məhv edən, bu zülməti yaran Peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləmin bizə təklif və təqdim etdiyi dəyərlərdir. İçində bu gözəl dəyərlər yatır, əziz möminlər. Sən bu cürsən. Hörmətli möminlər, bu İslam Peyğəmbərinin aramızda gəlməsini bizə ifadə edən və onun bizim üçün necə bir yol göstərən olmasını göstərən göstərici ayələrdən biridir. Heç kəsə gizlin deyil ki, hər bir inanclı insan Quranı bütün dəyərlərdən üstün bilir. Bütün müsəlmanlar, bütün iman əhli, qiblə əhli, hamı üçün Quran çox müqəddəs bir kitabdır. Öpüb başımızın üstünə qoyuruq, evimizdə ən təmiz yerdə saxlayırıq, o məclislərimizdə ən üstün yerdə olur. Onu o qədər əzizləyirik ki, o qədər ikinci əzizlənən bir kitab yoxdur. Bunda da müsəlmanlar arasında ixtilaf yoxdur. Şəni çox ucadırmı? Çox ucadır. Çünki Allah'tan gəlir. Bu kitabın elmləri dərindirmi? Çox dərindir. Dərindən də dərindir. Çünki Allah'tan gəlir. Allah'ın elmi çox dərindir. Ona görə də bu kitabın özündə daşıdığı elmi dəyərlər həddindən ziyadə dərindir. Yəni dayaz deyil, bəsit deyil, zarafat deyil. Dedim sonra bağışla fikrimi dəyişdim. Bu cür deyilmiş deyil. Bu kitabın elmi dərindirmi? Çox dərindir.
Bu kitabın bizə çatdırdığı, demək istədiyi hər bir şeyin dəlilləri açıqdırmı? Bəli, açıqdır. Yəni bu kitab bizə dəvət etdiyi insani məqamları öz həyati dəlillərində sabit edir. Bunun üçün göydən bir şeyin gəlməsinə ehtiyac yoxdur. Qayəsi çox ucadır. Ən ülvi mətləblər cəm olub Qurani Kərimdə. Mətləb, yəni Allahın istədikləri, tələb etdikləri. Allahın tələb etdikləri ən ali şeylərdir. O Quranda cəm olub. Bunları biz biraz xatırlayaq ki, necə bir kitabı qarşılamaq üçün cəm olmuşuq bu gecələrdə. Quran, yəni bu dəyərlər. Və mən hətta vaxt baxımından az deyirəm. Saysaq bu dəyərləri o qədərdir, zəngindir, bitməz. Bütün bunlar hamısı Quranın haqqında deyilən həqiqətlərdir. Mən istəmsəkə bihi nəca. Kim Qurani Kərimə doğru dəyərlərlə sarılsa, o insan dövrün bütün bəlalarında da olsa belə nicat tapacaq. Kim bu kitabın əmir və qadağalarından geri qalsa, təəssüf ki, fərqli düşüncələr bataqlığında boğulacaq. Elə bir kitabdır bu kitab. İnsanın qəlbinin diri qalması üçün bu kitabın kəlmələrinin mənasında düşünmək lazımdır. Yəni ayələrin mənalarında olunan təfəkkür əslində insan qəlbinin diri qalmasıdır. Quranın elmlərini bilmək və Quranın dediklərinə əməl eləmək dünya və axirətin bütün bəlalarından sığortalanır. Bunlar hamısı bugün nazil olan Qədr gecələrində, yəni nazil olan o müqəddəs kitabın özünə məxsus xarakteridir. Amma deyərsiniz ki, bu qədər gözəllikləri göstərən kitab niyə bəs insanların camiyyəsində o qədər də görsənə bilmir? Bunun nə incəliyi var burada, nə düz getmir? Bunu bir tapmaq lazımdır. Onu inşallah bu günlər ərzində çıxacağıq axtarmağa. Amma buradan yüngül bir xatırlama eləyirəm. 6 günün söhbətlərini bir sanki müxtəsər formaya gətirirəm. Birinci gün sizlə bölüşürəm. Sabahdan bir-bir, tikə-tikə, parça-parça irəliləyəcəyik Allahın izni ilə. Onu tapmağa çalışaq. Bu qədər nuraniyyəti özündə cəm edən bu kitab niyə kifayət qədər istədiyimiz effektə vəhdətimiz yoxdur? Niyə kifayət qədər istədiyimiz kimi vahid bir qərar yoxdur? Niyə bu şeylər var içinizdə? Bunun incəliyini axtarmaq lazımdır. Amma öncə Peyğəmbər, Ali Peyğəmbərə gözəl bir salavat deyək. Quran bu qədər möcüzəli bir kitab olsa da, ilahi və səmavi bir nurani və hidayət mənbəyi olsa da, amma Quranın açıqlamasının özünə məxsus sirləri var. Deməli, elə bir kitabdır ki, öncə buna açıqlama ehtiyacımız var. Açıqlama olmazsa, o kitabda keçən cümlələrin mənalarının nəyi necə istədiyinin tərzi bilinməzsə, insanın elə üzündən sadəcə üzündən oxuyub keçərək başa düşəcəyi şeylər yoxdur. Bir kitabın içindəki bütün həyatı idarə edən qanunlar var. Təsəvvür edirsiniz, bugünkü dünyamızda bizim həyatımız nə qədər müxtəlif hissələrə, parçalara geniş bir şəkildə bölünüb və hamısının da qaydası, yolu bu kitabda var. Lakin insan, gəlin etiraf eləyək, 10 nəfərdən 8-i öz başına bu kitabı oxuyanda bütün həyatın qaydalarını orada tapması imkansızdır. Və bunun üçün insanları qınamaq da olmaz ki, niyə başa düşmürsən bu Quranı? Axı, çox mütəşabih məqamlar var. Açıqlamağa, yozuma, təfsirə, izaha çox ayələr var. Demək olar ki, kitabın hamısı buna ehtiyacımız var.
Onun üçün oxucunun başa düşməməsini qınamaq özü düzgün deyil. O kitab başa düşülmür öz başına oxunanda. Onun da bir dili var, onun da bir əxlaqı var, ona da bir yanaşmanın ədəbi tərzi, forması, üslubu var. O zaman o kitabla dil tapa biləcəksən, o zaman o kitab öz nuraniyyət qapısını sənin üzünə açacaq. Yoxsa çox bağlıdır, hər insan onu aça bilməz. Deməli, insanın şəxsi düşüncə və şəxsi ağlı ilə başa düşülüb yozulası bir kitab deyil. Yəni, ağılın bu kitabı şərh etməyə gücü çatmır. Doğrudan bu belədir. İnanmırsınızsa təcrübə eləyin. Yəni, bu qədər bir dolu kitabda 5-3 ayə, 5-10 ayəni açıq, səlis, bəyanı açıq olan ayələri anlayırıq demək, o demək deyil biz o kitabın bütün ayələrini anlayırıq. İbadətlərin qaydaları, əxlaqi səciyyələr, əqidələr, ictimai məsələlər, insanların nə bilim al-ver məsələləri, evlənməsi, boşanması, bu qədər incəliklərin hamısını A-dan Z-yə qədər o kitabda görmək olarmı? Bəncə yox. Bu qədər hər bir şeyi özündə bir cild kitab hamısını daşıya bilərmi? Bəncə yox. Bəs deyir ki, hamısı onun içindədir axı. Niyə bu görünmür? Aha, deməli görmək üçün başqa bir pəncərə yaradır Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyh. Ruhuna gözəl salavat zikr elə. Allah. Birinci növbədə bunu insan dərk eləsin. Mərhələ-mərhələ gedirik. Ağılın icazəsi varmı bu səmavi kitabı öz başına oxuyub qərar versin? Ağıl qüvvəsinə Allah belə bir icazə və izin veribmi? Hamınız ağıllı insanlarsınız. Hamınız maşallah dərrakəli insanlarsınız. Bilirəm içinizdə o qədər ziyalı insan var maşallah. Tanıyırıq bir-birimizi hamımız. Ağılın özünün gücü varmı? Yəni şəxs, adam özü, mən və sən, biz və siz öz başına bu kitabla yaşayıb hər bir dini, axirət, dünyavi, maddi, mənəvi ehtiyaclarımızı necə etməyimizi oradan öyrənə bilərikmi? Biraz məşğul olsan görəcəksən ki, xeyr. Ağılın buna müstəqil gücü yoxdur. Ağılın müstəqil buna potensialı yoxdur. Bir müəyyən yerə qədər, misal %2%, nəsə başa düşdü, amma 98 qapalıdır. Ağıl özünü vurur dağa, daşa, ora, bura görür ki, yox da bunun bir xüsusi elmi dili olmalıdır ki, o ağla verilməyib. Yəni, bütün bəşərə verilməyib. Kiməsə verilib. Bütün bəşərə verilməyib bu. Kodlaşıb sanki, şifrələşib ayələr sanki. Bir şeydən danışır, amma bilmirsən nədən söhbət gedir. Bir şeyi demək istəyir, amma bilmirsən hansı miqdarda danışır. Bir şeydən deyir, amma istisnasını demir. Aydındır mı? Yəni bunlar hamısı sizə onun üçün şərh edirəm ki, bu kitabı tanımaqda bir ciddiyyət olsun insanda. Bir ciddiyyət olsun bu kitabın tanımaqda insanı. Çünki elə bir dövrə gəlib düşmüşük, indi istədilən insan qoyur, açır qabağa tərcümə olunmuş Quranları, özündən qərarlar çıxardır. Bu var, bu yoxdur, bu belə olar, bu belə olmaz. Bizə kifayət eləyir Quran-ı Kərim, bizə başqa şey lazım deyil. Halbuki zərrə qədər o kitabın həqiqətindən xəbəri yoxdur. O insanlar öz ağıllarının zərrə, kiçik, məhdud düşüncələrini yol bilirlər, hidayət bilirlər. Onun üçün məhdud təfəkkürü ilə Quranı yozmaq qədər böyük cinayətə cəsarət edirlər. Böyük bir cinayəti doğru sayırlar. Zəlalətdir bu. Bu zəlalətdir. Heç kimin inanmırsınızsa mənə özünüz təcrübə eləyin də, qurban olum sizə. Bu qədər İşiniz var həyatda, işləyirsiniz, alver edirsiniz, nə bilim, evlənir insan, başına işlər gəlir insan, ölür, gedir. Bütün bunların hamısının qaydası, qanunu, incəliyi, namazın rəkəti, orucun səfəri, qaydası, həccin osu, busu, vergisi, hamısını tapın, görün bu incəliklər varmı, görünürmü, görə bilirsinizmi ayələrdə bunları? Tapmaq olurmu bunları?
Sən külliyat düsturu tapdın, namaz qıl. Namazın neçə min dənə babı, fəsli var, əhkamı var. Namaz qılanın paltarı, namazın vaxtı, namazın məkanı, namazın qorxu namazı, istisqa namazı, qəza namazı, o namazı, bu namazı, bu hökmdə qadın üçün bir cür, kişi üçün bir cür, osu belə cəmaat bir cür, fərdi bir cür, nəzirlə bir cür. Əhkam doludur içində. Bütün bunları bir cilt kitabda görə bilirmi insan? Bu bir namaz, namazdan sonra gəldi oruc, sonra gəldi o qədər əhkam, borcun əhkamı, icarəyə verməyin əhkamı, o qədər cüaləsi, osu, busu. Hamısını görmək olur mu bunların? İmkan var mı bunları görməyə? Çox təəssüf. Bunu başa düşməm. Mən istəyirəm birinci bu mərhələləri başa düşək ki, anlayaq ki, mən şəxsi təfəkkürümlə bu kitaba açıqlama vermə qabiliyyətinə malik insan deyiləm. Elə bir səlahiyyətim də yoxdur mənim. Nəinki mənim, heç bir bəşərin seçilmişindən başqa o kitab kimə xitab olunubsa ondan başqa. O istisnadır. Biz ona əziz İslam Peyğəmbəri deyirik. Sallallahu aleyhi və aleyhi və səlləm. Çünki ona nazil olub. O elm, o kodlaşan, altında batini mənalar yatan dəyərlər onun ruhuna ilham olub Allah tərəfindən. O dediyi mənalar şərh olur. Mənim ağlımda deyən şeylər yox. Birinci bunu anlayaq. Yəni, Quranın açıqlamasında gizlənən sirlərə adi bəşərin ağıl səviyyəsi qətiyyən yol tapa bilməz. Quranın içində olan batini həqiqətlərə qeyri-məsum insan yol tapa bilməz. Əgər məsumdan əldə etmirsə, bu mühüm bir məsələdir. Quranı müdafiə etmək üçün çox önəmli bir məsələdir. Elə ixtilaf, fərqli fikirlər, birinin belə deməsi, birinin başqa cür deməsi, bu Qurana nisbətdə hamı da Qurandan danışır, amma görürsən ki, fərqli cürlər olur. Bu nədən yaranır? Elə səbəb budur ki, hərə öz düşüncəsi qədər danışır. Quranın adından danışır amma. Öz adından danışsa heç bir müşkül olmaz, amma Quranın adından öz düşüncəsini danışır. Deyir ki, Quran belə dedi, amma müsafirlikə versin uşaqlar. Halbuki, əziz möminlər, uca yaradan elə bu müqəddəs kitabın özündə Quranı başa düşmək üçün necə müraciət etməkdən danışır. Quranın açıqlamasını, yəni batini dilini bilmək üçün hara necə müraciət etməyimizə, yəni rücu etdiyimiz, mərcə etdiyimiz tərəfi bizə deyir. Deyir, bu əhli zikirdir ki, onlardan soruşun. Fəəsəlu əhlə zikr in kuntum la ta'lamun. Bilmirsiniz, anlamırsınız, başa düşmürsünüz, çətindir bilirəm, izaha ehtiyac var bilirəm, amma bunun da yolunu sizə qoyuram. Zikir əhlindən soruşun. Gəlirik, soruşuruq, ya Resulallah, bu zikir əhli kimdir? Kimdən soruşaq? Həzrət deyir ki, bu zikir əhlindən məqsəd mənəm birinci və mənim sizə itayətini vacib etdiyim risalət sahibi olan əhl-i beytimdir. Soruşacağınız, rücu edəcəyiniz bu Quranın dili buradır. Bu qapıya müraciət eləyəcəksiniz. Bu qapının danışdığı Quran dili ilə danışacaqsınız. Bu qapıdan gələn Quran dilinin əhkamına əməl edəcəksiniz. Bu zaman Quran sizi hidayət etmiş olacaq. Diqqət edirsən, əziz dostlar. Müraciət eləyəcəyiniz insanlar əhli zikirdir, əhli tənzildir, əhli təvildir, Quran ayələridir. Tənzil yəni nədir? Onlara nazil olub, suallar onlara müraciət olunmalıdır. Yəni Quranın bizdən istədiyini bilmək üçün müraciət etdiyimiz suallar. Mən niyə yaratmısan? Nə istəyirsən? Niyə öldürürsən? Yaxşı, mən nə etməliyəm? Necə insan olmalıyam? Baba, bu suallar. Bu sualların müraciət eləyəcəyi yeri zikr əhli deyilən Peyğəmbər özü və əhl-i beytidir.
sallallahu aleyhi ve aleyhi ve sellem. Həmçinin onlar o ailədir ki, bu qanunlar onlara nazil olub. Yəni nazil olub səmadan, ilahinin əmri ilə Cəbrail gətirib, bunu İslam Peyğəmbərinə gətirib sallallahu aleyhi və aleyh və gətirdiyi ayənin tərkibində onu bilmək qabiliyyəti də gətirib. Yaxşı, ayəni deyir, sonra onun mənasını bilmək qabiliyyətini də Peyğəmbərə Allah verir. Peyğəmbər sallallahu aleyhi və aleyh həmin qabiliyyətin, həmin məsumiyyətin, həmin ülvülüyün özündən sonra kimlərə keçdiyini açıq-aşkar deyir. Ayə oxuyuram sizə. Bu ayəmiz Ali İmran, üzr istəyirəm, bəli, Ali İmran 7-ci ayə olmalıdır. Bismillahirrahmanirrahim. وَمَا يَعْلَمُ تَعْوِيلَهُ. Bu ayələrin açıqlanmasını heç kim bilməz. İllallah, Allah'dan başqa. Bu sizə göndərilmiş bu hidayət mənbəyi olan kitabın tərkibində olan ayələrin təviləhu, yəni onun açıqlamasını, niyəsini, nə istədiyini və s. heç kəs bilməz. İllallah. Yalnız Allah bilər, çünki ayəni qərar verən odur. Öncədən o, hər bir ayə bir düsturdur da, düzdürmü? İndi dövr zaman dəyişib, biz bu ayələri həyatımızın konstitusiyası eləyə bilmə dərəcəsində deyilik. Amma mömin gərəkdir belə eləyə. İndi olub məclis kitabı, indi olub nə bilim qəbirstanlıq kitabı, indi insanların bu ayələr və mənaları həyatlarına o qədər də mühüm effekt vermir. Dünyamı çətinləşib, zamanımı dəyişib, insanlarımı dəyişib, bilmirəm. Amma əslində bu ayələr hər biri insanın dünya və axirətinin xoşbəxtliyini təmin edən qanundur, maddədir, bir konstitusiyadır. Onun üçün deyir ki, bu maddənin, bu qanunun mənasını, hökmünü, təvilini bilməz Allah'dan başqa və rasixunə fil ilm, elmdə möhkəm qaya olanlardan başqa. Ər-rasixunə fil ilm, yəni elm aləmində, bu Quranın dili aləmində onlar möhkəm qayadır, möhkəm dağdır, dağ. Bunun da ayəsini gəlirsən Peyğəmbərdən soruşursan ki, ya Resulallah, ər-rasixunə fil ilm kimdir? Deyir, mən və mənim əhl-i beytim. Mən və Allah onlar ki, Allah onlara risaləti verib ki, mənim əhl-i beytim bu risalətin sahibləri. Onlar 12 məsum imam, 14 məsum insandılar, ruhları ölənlərimizə şəfaətçi, qalanlarımıza duaçı olsun niyyətindən, bizdən də ruhlarına gözəl salavat ehsan olsun. Biraz da davam edeyim, yorğun değilsizsə əgər, biraz da davam edeyim, bir 5-10 dəqiqədə davam edək, ondan sonra biraz fasilə verək və dualara davam edəcəyik. Quranın batini və həqiqi dilini bizə ifadə edən dedik ki, bizim öz düşüncəmiz və yanaşmamız deyil. Bu, Quranın nazil olduğu ailənin içində, ruhunda olan bir elmdir. Bu əziz Peyğəmbərimizə aiddir sallallahu aleyhi və aleyh və sonra əhl-i beytinə. O insanlara bir elm verilib ki, bizə o elm verilməyib. Bir bilgi, bir bilmək qabiliyyəti. O ayələrin nəyə necə dəlalət etdiyini bilmək qabiliyyəti verilib. Ulul əmr deyilir o məsum insanlara. Allah'ın ayədə dediyi içinizdən olan əmir sahibləri. Və bütün mötəbər İslam Peyğəmbərindən, həmçinin məsum imamlarımızdan əlimizə gəlib çatan o mötəbər hədislər, o hədislər ki, bizim üçün mötəbərliyi olduğu halda elə Quranın açılan dili olduğu kimi itayəti vacibdir. O sözlər ki, məsum deyib və onun mötəbərliyi sabit olub, o sözlərin hamısı bu mübarək kitabın danışan dilidir.
Kimsə hədisi kiçimsəməsin. İndi 3-5 hədisin içində ixtilaf var. 3-5 nəfər hədisi qarışdırıb, nə bilim biri belə deyir Peyğəmbər adından, biri elə deyir. O demək deyil ki, doğru olan hədislər getdi havaya, xeyr. Əlbəttə ki, ixtilaf olacaq. Özlərini öldürüblərsə sözlərini dəyişməzlər, əlbəttə ki, olacaq. Amma oxuyan, xəbərdən xəbəri olanlar yaxşı bilirlər, düz nədir, yanlış nədir. Bunu çox yaxşı bilirlər. İşim onda deyil. Onlar Allahın iradəsini ən dürüst, ən doğru və ən Allah istəyən şəkildə əldə eləyən bir daxili bilgiyə sahibdilər. İstəyirəm Peyğəmbər deyəndə ki, Əhl-i Beytimin dilində olan Qurana qulaq asın, o sizi hidayət aparacaq. Onlarda olan nəyin o böyük xüsusiyyəti biraz bilək. Bax, o var, içlərində bu var. Oxunan o ayələrin hərfinə, virgülünə, nöqtəsinə, hansı kəlmənin harda, nə qədər, nəyə, necə dəlalət etməsini biləcək qədər ilahidən ehsan olunmuş bir bilgi var. Yaxşı, Allah verib onlara. O, onun üçün verib ki, o bilgi ilə bəşər hidayət olsun. Bəşər ixtilafdan azad olsun. Amma bəşər o bilgini öldürməklə ixtilaf içində boğulur. O bilgi yaşamalıydı ki, ixtilaf olmasın, tam tərsi oldu. O bilgi və sahibləri öldürüldü, ixtilafdan xilas heç vaxt olmayacaq. Bir deyəcək olar, bir deyəcək olmaz. Biri deyəcək halaldır, biri deyəcək haramdır. Biri deyəcək bu vacibdir, biri deyəcək xeyr, vacib deyildir. Nə səbəb? Şəxsi düşüncə, subyektiv yanaşma. Yaxşı. O insan deyə bilər ki, mənim düşüncəm Quranın danışan dilidir. Onun gərək o Quranla bir şərikliyi olsun. Nəsə belə bir hüququ olsun Quranla. Yəni ayələri göndərənlə bir nauzubillah şərikliyi olsun ki, o deyə bilsin ki, mən bu ayələrə öz fikrimdən açıqlama verə bilərəm. Görürsən, o hüquq kimdədir? Ancaq İslam Peyğəmbərində. Çünki o gətirib, o risaləti o gətirib. Peyğəmbərin bir növ deyim, mülküdür bu kitab. Onun məhsuludur bu kitab. Müəllifi odur, düzdür Allahdan gəlir, amma insan içində, insan içinə çıxardan odur o kitabı, bizə təqdim edən odur o kitabı. Onun üçün ona mütəxəssisi də özüdür sallallahu aleyhi və aleyhi və səlləm. Bir-iki mübarək hədis oxuyaq. Aləmin hadisi İmam Muhammed Baqir aleyhissalatu vesselam buyurur ki, ma yestati'u ahadun en yeddəiyə ənəhu cəməəl Qur'anə kulləhu zahirəhu və batinə. Bir insan iddia eləmək qabiliyyətinə malik deyil ki, o desin ki, mən Quranın hamısının cəmini bilirəm. Mən Quranın bütün mənalarının cəmini mən bilirəm. Zahirində olan mənalarını bilirəm, batinində olan mənalarını bilirəm. Mən Quranın A'dan Z'sinə qədər hamısını bilirəm iddiasını İmam Muhammed Baqir aleyhissalam buyurur ki, Allahın vəsilərindən başqa heç kim iddia eləyə bilməz. Varsa iddia edə bilən buyursun, bu da meydan. Olmayıb. Hələ indiyənə qədər dürüstlükdən danışıram, mən ədalət masasından danışıram. Orada əgər hilə varsa, sən çox şey eləyə bilərsən. Amma dürüst masada belə bir qəzavət olmayıb. Allahın təyin etdiyi övsiya, vəsilər, biz ona 12 imam deyirik, aleyhimussalam ecmain, qurban olsun günahkar canım onların mütəhhər ruhuna. Biz onlara onu deyirik. Onlardan başqa heç kim iddia eləyə bilməz ki, Quran məndə cəmləşib, buyurun gəlin. Amma bugünün müsəlmanı deyir ki, mən Quran, mən tək-pətək gedə bilərəm. Demək istəyirsən ki, səndə cəmləşib, gedə bilərsən. Dərs oxumaq lazımdır. Tanış olmaq lazımdır. Düz yanaşmaq lazımdır. Hörmətli dostlarım, hörmətli inanclı insanlarım, o Qədir gecəsində bu Quranı qarşılamağa gələn dəyərli inanclı qardaşlarım, səsimi eşidən analar, bacılarımız, düz yanaşmaq, hər şey bax düz yanaşmaqdan asılıdır.
sənin üçün necə olmasını bilməkdən asılıdır. Çünki onu düzgün yanaşmadığın zaman yanlışlarına da düz deyəcəksən. Və bu bir zaman ayılacaqsan ki, çox böyük xəta eləmisən. Düşünürəm o zaman da çox gec olacaq. Allah bizi belə qəflət bəlasından qorusun inşallah. Elə bu niyyətə də bir gözəl salavat deyək. Allah sallallahu. Quran elə bir kitab olub ki, İslam peyğəmbərindən sonra bütün insanlar özlərinə o insani dəyəri bu kitabda qazanmağa çalışıblar. Hərəsi bir işini Quranla bağlayanda bir tərif gözləyib cəmiyyətdən, bir necə deyim, bir istiqamət gözləyib, istəyib özünü Quranla məşhur eləsin, istəyib özünü Quranla sevdirsin. Müxtəlif belə şeylər olub. Bu əslində əgər Quranın mütəxəssislərinin dili ilə davam edən bir üslub olsaydı, bu hidayət edərdi insanı. İnsan bütün əməlini Quranla etmiş olardı. Amma müstəqil özün belə bir yolla getdiyini düşünərsənsə, bu çox xətalı bir şeydir. Davam eləyək, Mövlamız İmam Muhammed Baqir Əl-İslamın başqa bir mübarək hədisi ilə buyurur ki, bir nəfər insan yoxdur iddia eləyə bilsin ki, Quranı Allah nazil elədiyi səviyyədə bilir. Kim belə bir iddia eləsə, desə ki, mən Quranı Allahın nazil elədiyi bütün mənalarının səviyyəsində bilirəm. İstədiyi kimi mənalarını sinəmdə qoruyub saxlamışam iddia eləsə, kim bunu Əmirul Müminin Ali ibn Əbi Talibdən və ondan sonra gələn məsum balalarından başqa kim belə bir iddia eləyibsə, buyurur ki, o yalancıdır. İlla kəzibə, o yalancıdır. Ona doğru insan kimi baxmayın. Yəni demək istəyir ki, bu Quran məanisi, əhkamı, mənalarının sinədə qorunması, yəni təhrif olunmaması, bütün bu cəhətlər Allah Peyğəmbərinin vəsisinin elmindədir. Bu da çox gözəl bir cümlədir. Bir nümunə deyim sizə, başa düşək ki, bu Quranı başa düşmək öz başına nə qədər çətindir. Bunu başa düşmək üçün. Əmirul Müminin əleyhissalatu vesselam bir gün Abdullah ibn Abbas Mövlamızdan Quranın təfsiri haqqında sual eləyir. Bir sual soruşur. Mövlamız deyir ki, sual verir ki, İbn Abbas, Quranın birinci əvvəldə olan, Quranın əvvəli nədir, ilki nədən başlayır? Buyurur ki, Mövla, Fatihədən başlayır. Elə kitabı açan deməkdir də, Fatihə. Fətəhə, yəftəhu, miftahun, bir şeyi açmaq. Fatihə yəni kitabı açan surə. Allah Teala o mübarək surələrin nurunu, bərəkətini başımızdan əski eləməsin. Bizi Quranına, Əhl-i Beytinin nuru ilə yaxınlaşan bəndələrindən eləsin inşallah. Deyir, Fatihənin əvvəli nədir? Buyurur ki, Bismillah kəlməsidir. Deyir, Bismillah kəlməsinin əvvəli nədir? Əmir əl-Mömin əleyhissalam sual verir. Deyir ki, Bismi kəlməsidir. Allah kəlməsini çıxsaq, orada Bismi kəlməsi qalır. Deyir, bəs o kəlmənin əvvəli nədir? Deyir, Mövla, o kəlmənin də əvvəli bə hərfidir. Bisminin, kəlmənin əvvəlində bir bə hərfi var. Əvvəli də odur. Mövla deyir, gecə başladı burada bə hərfini deyəndə, gecə ilə oturmuşduq, başladı danışmağa. Bə hərfini şərh eləyir. Budur, odur, danışır. Salamullah əleyh, sənə qurban olun. Danışır, ta ki deyir, sübh azanı yaxınlaşdı. Mövla dedi ki, gecə bitməsəydi, mən də dayanan deyildim.
Mənaya baxa, sözə baxa. Yəni gecə bitməsəydi, sübh olmasaydı, mən də dayanan deyildim. Hey danışacaqdım bunun şərhindən. Bir B hərfi ha, bizimki də deyir, mən başa düşürəm Quranı. Bir B hərfi ya qardaşım. Danışdı. Orada qayıtdı bir söz dedi. Dedi İbn Abbas. Ləv şi'tu, əgər istəsəydim, لأوقرت 70 بعيرا في تفسير فاتحة الكتاب. Bir Fatihə kitabda, yəni Fatihə surəsinin açıqlamasını sənə istəsəm ki, təfsir eləyim, açıqlayım, 70 dəvə dolu kitab eləyər. 70 dəvə dolu kitab eləyər. Bizcə bu surənin açıqlaması. Sonra da dedi ki, o B hərfi ki var ha, İbn Abbas, onun altındakı nöqtə mənəm. Buna indi necə başa düşürsünüz? Bir balaca deyim, bir gözəl inşallah yad eləyək. Bu gecələrin şəhidi olan Nur Mövlamızı salamullahi aleyh deyir, çünki o nöqtə müəyyənlikdir. Əgər nöqtəni oradan götürsən, hərfin müəyyənliyi itər. Mən deyir o nöqtəyəm onun üçün ki, insanların dünya və axirətinin hidayətinin müəyyən nöqtəsi mənəm. Mən birinin həyatından gedərəmsə, o da sərgərdən qalar. And olsun Allaha deyir, məndən ayrı düşən azıb. And olsun Allah. Ya elə ya belə. Məni itirən zəlalətdədir. Bu Quran, gör nə böyük dağdır bu Quran. Heç bu qədər yüngül ola bilərmi? Aç, oxu, əhkam kəs. Oyuncaqdır mı bu? Bunun mütəxəssisi var. Bunun əhkamını bizə başa salan vardır. Allah Teala bizi Peyğəmbər və Ali Peyğəmbərlə və Quranımızla məhşur eləsin inşallah.